Mənim dədəm, babam, nəslim, əvəcdadım 25 manata çay içməyib. O elə şey olanda adama qudurğan deyirlər. Demirlər varlıdır, demirlər cömərtdir. Deyirlər qazdır. Deyirlər ki, üzr istəyirəm, onun adı başqadır. Özünüz bilərsiniz, gedin 100 manata, 200 manata, 500 manata çay için, nə istəyin, nə qələt edirsin. Sadə insanlara, bulvarı sadə insanlara qaytarmaq lazımdır. Biz bulvarda getdik, oturduq, orada bir Zəfər kafesi var. Düz o Zəfər parkından üzbəüz. Zəfər kafesi, adını da Zəfər kafesi qoy. Dedik bir çay gətirin bizə, mürəbbə ver. Dedi ki, yox, dəstgah alma. Dedim, neçəyə dərzində? 25 manata. 25 manata çay içmək olar. 25 manata çay içmək. Bu bulvar kimindir qardaş? Bu Bakı kimindir? Bu Xəzər kimindir? Kim özəlləşdirib bunun peçatına? Yəni biz öz Bakımızda, mən o gündən biz öz Bakımızda qonaq kimi qalmışıq. Biz öz Bakımız yaddır. Bizim Bakımızın kafeleri, restoranları, istirahət mərkəzləri ona buna işləyir. Ərəbə, fransız